Son günlər havaların yağıntılı keçməsi bir çox təsərrüfatlarda fermerlərin işini çətinləşdirib. Fermerlər deyir ki, havaların belə keçməsi üzüm yarpağı yığımına mənfi təsir göstərir. Havalar belə davam edərsə, fermerlər məhsul itkisi ilə üz-üzə qalacaqlar. Bu illərə hava şəraiti ilə əlaqədar havanın yağıntılı, qeyri-sabit keçməyi məhsuldarlığı təmiz demək olar ki, sıfıra endirib. Salyanlı fermerlər deyir ki, ötən il üzüm yarpağı yığımı zamanı məhsuldarlıq bol olub. Amma bu il yağan yağışlar və havaların qeyri-sabit keçməsi onların işinə ciddi təsir edib. Belə ki, yağmurlu havalar üzüm yarpaqlarında müxtəlif xəstəliklər yaradıb. Yağış yağdı, çifləmə olur. Ondan sonra xəstəlik gətirir. Biz çor deyirik. Yarpaqlar xəstələnir. Salxıma kifləmə düşür, ağşor kimi. Fermerlərin problemi təkcə havaların soyuq keçməsi deyil. Bu proses həm də onların maddi rifahına mənfi təsir göstərməkdədir. Belə ki, yağışlı havalarda xəstəlik görən üzüm yarpaqlarına sonradan dərman preparatları verilir ki, bu da fermerin büdcəsinə əlavə zərər olur. Keçən il Allah bərəkət versin, olan bağımdan bir gündə 30 kilo, 40 kilo yarpaq dərirdiksə, bu günləri dəririk 10 kilo. Ən azından bir 50-60%, 70% aşağı düşüb. Əlavə xərc tələb edir dava dərmanın verməyə. Fermerlərin üzləşdiyi çətinliklə bağlı ekspert Səmil Şahlaroğlu bildirdi ki, bu problem həm də qiymət artımı ilə nəticələnir ki, bu da alıcı səviyyəsinin aşağı düşməsində özünü göstərir. Ötən il hər sahədən, 1 hektar sahədən 100 kiloqram məhsul yığırılırsa, bu il 35-40 kiloqram yığır. Aydın məsələdir ki, məhsul az olursa, bu da qiymətlərə də mənfi təsir göstərir. Qeyd edək ki, Salyanda hazırda 1126 hektar üzüm bağları var. Onlardan 18 hektar yeni salınan bağlardır. Üzüm bağları Salyanın əsasən Yenikənd, Qarabağlı və Kürsəngi kəndlərində salınıb. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfər, Spois xəbər, Salyan.